Hər kəsə salam, kanalımıza xoş gəlmisiniz. Bu videoda mən kənd toyuğundan çox ləzzətli, dadlı sousun hazırlamasını bölüşürəm. Yeməyi hazırlamaq üçün öncə qazana əridilmiş kərə yağı əlavə edirəm. Ardından 1 ədəd orta boy rəndələnmiş soğan əlavə etdim. Siz soğanları doğraya da bilərsiniz. Soğanlar qızılı rəng aldıqdan sonra üzərinə 1 ədəd xırda doğradığım pomidoru əlavə edirəm və 1 yemək qaşığı da tomat pastası əlavə edib yaxşıca qarışdırıram. Sonra isə üzərinə əvvəlcədən qaynatdığım toyuq ətlərini əlavə edirəm. Mən xoruz ətindən istifadə etdiyim üçün, xoruz əti də biraz gec bişdiyi üçün əvvəlcədən qaynatmışam. Ətləri də yaxşıca qovurduqdan sonra üzərinə kartoşkaları əlavə edirəm və ətin öz suyunu da süzüb əlavə etdim. Əti qaynadarkən duz əlavə etmişdim, onun üçün duz əlavə etmirəm. Qapağını örtüb orta ateşdə tam bişənə qədər bişirdim. Yeməyimiz artıq bişib tam hazırdır. Çox ləzzətli, dadlı bir yemək alınır. Hazırlayan hər kəsə nuş olsun. Göz haqqınızı halal edin. Və sonda da videomu bəyənməyi unutmayın. İzlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Sağ olun, var olun.